Bismillah, elhamdülillah. Hoş gördük. İster ateistler olsun, ister deistler. Yani müəyyən bir baxış bucaqları var ki, müəyyən bir fikirlər var ki, onlara diqqət yetirməlidirlər. İlk olaraq deyək ki, dində ziddiyyətli tərəflər məsələsi. Yəni Yahudilik, Xristianlıq, müsəlmançılıq, İslam, yəni ümumən baxanda, yəni bütün tarix İslam tarixidir zaten. Sadəcə yəni insanlar belə özlərinə nisbət eləyiblər din. Yəni bu ziddiyyətli tərəflərin olmasına baxmayaraq, yenə görülür ki, bütün bu qruplar, yəni istər Yahudilik, Xristianlıq və müsəlmanlar eyni şəxsiyyətləri təbliğ eləyir. Yəni onların dinlərinin əsasları eyni insanların üzərindədir. Və həmçinin yəni bu nəyi göstərir? Bu göstərir ki, məlumatlar bir yerdən gəlir. Baxmayaraq ki, digər dinə özlərini nisbət edənlər, Yahudilər və ya xaçpərəstlər Quranı inkar edirlər, İslamı təsdiq eləmirlər. Amma Quran isə onların liderlərini, yəni onların təzim etdiyi şəxsləri təzim edir. Ucaldır peyğəmbərləri, onları təsdiq edir. Onları nəinki təsdiq edir, onlara iman gətirir. Yəni dinimizin təməl imanın əsasları var. O imanın əsaslarından da peyğəmbərlərə iman gətirməkdir. Yəni peyğəmbərlərə iman gətirmək mütləqdir. Yəni bir insan, yəni peyğəmbərlərə, keçmiş peyğəmbərlər, İbrahim peyğəmbər, Musa peyğəmbər, İsa peyğəmbər və onlardan öncə yaşamış və onların sayılanların arasında adları keçməyən peyğəmbərlər hamısına iman gətirir. Ümumi şəkildə və xüsusi şəkildə iman gətirir. Bu da nəyi göstərir? Bu göstərir ki, bütün bu məlumatlar hamısı yəni bir mənbədəndir. Yəni baxmayaraq ki, bu qədər ziddiyyətli qruplardır, amma bunların təbliğ etdikləri əsaslar eynidir. Bu da bir haqqa yönəldən bir şeydir. İnsan yəni məntiqlə düşünsə, istər yəni deistlər, istər ateistlər bu məsələni yəni dərindən düşünsələr, burada bir çıxış yolu görərlər. Yəni başa düşə bilərlər məsələni. Və necə dedik ki, yəni Quran-ı Kərim Yəhudi peyğəmbərləri barədə, Bəni İsrail barədə danışır və onları təbliğ eləyir. Və bu öz-özlüyündə göstərir ki, yəni bu bir tarixi fraqment deyil, yəni hansısa bir Yəhudilərlə əlaqəli oldu. Onlar öz peyğəmbərləri barədə danışdılar, təbliğ elədilər və bununla bağlandı xeyir. Amma İslam yenidən onların məsələlərini qaldırır, onların dəyərlərindən danışır, onlar nəyə çağırıblar, ona çağırır və onların dilindən hətta belə İslam dinində, Quran-ı Kərimdə sözlər var. Və bu da nəyi göstərir? Bu da göstərir ki, bu bir tarixi fraqment deyil, tarixin bir parçası yox, bütöv bir baxış bucağı əks eləyir. Yəni bütöv bir dənə baxış bucağı yaradır ki, bu yəni bir qövmdən aid deyil, əksinə bu bütöv böyük bir məlumatdır, böyük bir tarixdir. Və həmçinin baxmaq olar ki, təməl prinsiplər dəyişmir. Yəni bu dinlərin təməl prinsiplərinə baxanda istər Yahudilik olsun, ondan sonra xaçpərəstlik və İslam. Yəni təməl prinsiplər istər ədalət baxımından, istər tək Allaha ibadət etmək baxımından. Çünki bu dinlərdə düzdür, baxmayaraq ki, bəzi təhriflər baş verib tövhiddə, yəni yaradanı, Allahı təkləşdirməkdə, amma yenə ümumən hamısı yəni bütpərəstlikdən çəkindiriblər insanları. İstər Yahudilik olsun, istər xaçpərəstlik və İslam da təbii ki, bunu təkid edir ki, insanlar bütlərə sitayişdən, Allaha qeyrisinə ibadət etməkdən yayınsınlar, inkar etsinlər, tərk etsinlər və uca yaradanı təzim etsinlər. Və bu özü-özlüyündə də göstərir ki, yəni bu məsələ bu din nümayəndələrinə, bu qruplara aid olmayan bir şeydir. Yəni bu göstərir ki, bu haqq olan bir şeydir ki, baxmayaraq ki, bunlar ayrı dinlərə özünü nisbət edir, Yahudilik özünü başqa din kimi sayır. Halbuki yəni bütün peyğəmbərlərin dini bir olub, İslam olub, yəni Allaha təslimiyyət olub. Və bu prinsip heç vaxt dəyişməyib. Yəni insanlıq yaranandan, insanlara elçilər göndərəndən bir prinsip olub, bir əsas olub, tək Allaha ibadət etmək, tək Allaha təslim olmaq və buna da biz İslam deyirik. Və bütün peyğəmbərlər də müsəlman olublar. Yəni Allaha təslim olublar. Və həmçinin bu nəyi göstərir? Yəni ki, ziddiyyətli qruplar, xaçpərəstlər, Yahudilər əgər məlumatları uydursaydılar,
Yəni bir ortaq peyğəmbərlər meydanda o ortada olmazdı. Yəni hər bir tayfa özünə uyğun bir elçi, bir peyğəmbər adı çəkərdi və özünü ona nisbət edərdi. Xaçpərəstlər yalnız bir peyğəmbəri deyərdilər ki, yəni bizim peyğəmbərimiz yalnız İsa peyğəmbərdir. Yəhudilər digər peyğəmbərlər özlərinə və ilaxır. Və təbii ki, müsəlmanlar da fərqli. Amma burada yəni nəticədə belə görsənmir. Yəni bütün bu din mənsubları, həmçinin İslam dini bütün peyğəmbərləri demək olar ki, yəni adları keçənlər hamısı ortaq olaraq təsdiqləyir və bu da yəni uydurma olmaqdan çıxır. Yəni məsələ uydurma ola bilməz. Belə uydurma ola bilməz ki, yəni ziddiyyətli tərəflər əsasları, təməlləri, yəni eyni şəxsiyyətlər bağlı olsun. Bu da göstərir ki, yəni məlumatlar orijinaldır. Yəni bu məlumatlar orijinaldır. Əgər orijinal olmasaydı, onda yəni əsaslarda bir ziddiyyət olardı. Halbuki əsaslarda, şəxsiyyətlərdə ziddiyyət yoxdur. Təbliğ edən peyğəmbərlərdə, Allah elçilərində ziddiyyət yoxdur. Yəni Qurani-Kərim o peyğəmbərlərdən danışır, onların kitablarını təsdiqləyir və onlar da xaçpərəstlikdə misal üçün Yahudilərdə olan peyğəmbərləri təsdiq edirlər. Baxmayaraq ki, sonuncu peyğəmbəri təsdiq etməyiblər. Yəni mövzumuz bu deyil. Amma burada yəni Qurani-Kərim İslam dini hakim mövqeyindən çıxış edir. Yəni ümumən yəni bu məsələyə baxanda burada bir ilahi iradə mövcudluğu ortaya çıxır. Yəni burada bir ilahi iradə var. Yəni əgər bu məsələ insanlara buraxılsaydı, insanlar həddindən çox fərqli məlumatlar ortaya qoyardı və böyük bir təhrifə əmələ gələrdi və belə bir əzəmətli tayfalar əmələ gəlməzdi. Yəni İslam dini kimi və yaxud ondan qabaqki özlərini xaçpərəstliyə nisbət edən əslində onların peyğəmbərli müsəlman olub və ardıcılları müsəlman olub və həmçinin Yahudi Bəni İsraildən olan peyğəmbərlər. Yəni bu özlüyündə nəyə göstərir? Bir ilahi iradə var. Bunun ümumi məlumatları qoruyub. Baxmayaraq ki, dinlərdə özlərini dinlərə nisbət edənlərdə kitablarında təhriflər baş verib, amma ümumi məlumatlar təhrif olunmayıb. Necə ki, dedik ki, təməl əsas şəxsiyyətlər İbrahim peyğəmbər kimi, Musa peyğəmbər kimi, İsa peyğəmbər kimi, ondan qabaq Davud peyğəmbər, Süleyman əleyhissalam. Yəni bu məlumatlar qarışmayıb bir-birinə, olduğu kimi qalıb. Və necə dedik ki, əgər bu insan uydurması olsaydı, onda bu şəxsiyyətlər qorunub saxlanmazdı. Yəni bu insanların şəxsiyyəti qorunub saxlanmazdı. Hər bir tayfa özünə uyğunu uydurardı və nəticədə ortaq şəxsiyyətlər olmazdı peyğəmbərlər. Çünki peyğəmbərlər dinin təbliğində ən mühüm olan şəxslərdir, ən mühüm olan vasitələrdir. Allahın insanlara öz dinini çatdırma vasitəsi. Və həmçinin burada bir ortaq miras görsənir. Və bu ortaq miras hamını əhatə edir. Necə ki, İslamda belədir, İslam dinində belədir. Və bu orta mirasda dediyimiz bu peyğəmbərlərdir. Musa peyğəmbər, İsa peyğəmbər və ilaxır. Yəni onlar hamısı bizim peyğəmbərlərdir. Və biz onların hamısını qəbul edirik. Və bu da həm İslamın gözəlliyini, İslam dininin mükəmməlliyini göstərir və həmçinin ümumi məlumatların eyni mənbədən gəlməsini göstərir. Bu göstərir ki, İslam dini baxmayaraq ki, son olaraq bu şəriət gəlib təsdiqlənib Məhəmməd peyğəmbər vasitəsilə Allahın ona salavatı və salamı olsun. Amma buna baxmayaraq bu özündən qabaqçıların hamısını təsdiq edib, kitabları təsdiq edib və təhrif olunmuş məlumatları yeniləyib. Yəni bu məsələdə dürüstlük mütləqdir. Yəni insan səmimi olmalıdır. İstər yəni deist olsun, istər ateist olsun, Allaha, yaradana inanan və ya dini qəbul eləməyən bu məsələləri düşünməlidir, yəni məsələləri araşdırmalıdır. Nəinki düşünməlidir, bu məsələni dərindən araşdırmalıdır. Çünki əgər yəni bir şəxs doğrudan yəni yaradana inanırsa, iddia edirsə onun varlığına, onu təzim etdiyinə, onda yəni ondan gələn məlumatları çatdıran şəxslər barədə maraqlanmalıdır, araşdırmalıdır, dərin araşdırma aparmalıdır. Yəni necə ola bilər ki, bir-birinə yəni zid qruplar, yəni ortaq dəyərləri, əsasları eyni olsun. Və həmçinin başqa məsələyə burada vurğulamaq olar.
Yəni məlumatların qədim olmasına. Yəni bəzi insanlar düşünər ki, bəli, yəni bu məlumatlar yəni Məhəmməd peyğəmbərin verdiyi məlumatlardır. Yəni o onu kimdənsə öyrənib. Allahın ona salavatı, salamı olsun. Amma yəni məsələ elə deyil. Yəni əgər tarix oxunsa görərik ki, hal-hazırki müsəlmanların qibləsi İslam yəni sonuncu peyğəmbərin gətirdiyi, yenilədiyi İslam dini gəlməmişdən qabaq mövcud idi. Yəni Kəbə evi, insanların həcc etdiyi, ümrə ziyarəti etdiyi Kəbə evi mövcud idi, var idi. Və o bir qədim məlumat mənbəyidir. Yəni Muhammed əleyhissalam, Allahın salamı olsun ona, dünyaya gəlməmişdən öncə bu Kəbə evi var idi. Və həmçinin peyğəmbərlərin məlumatı ərəblərdə, Qureyş qəbiləsində və digər qəbilələrində, ərəb qəbilələrində var idi. Kəbənin ətrafında yaşayan və uzaqda yaşayan, ərəb yarımadasında yaşayan insanlarda bu məlumatlar var idi. Kəbənin yanında olan, yəni İbrahim məqamı tanınırdı ki, burada İbrahim məqamı deyilən bir yer var. İbrahim peyğəmbərin ayaq izi vardı. Hələ Muhammed peyğəmbər dünyaya gəlməmişdi. Bu məlumatlar var idi. Hətta İbrahim peyğəmbərin yazılı və ya şəkil formasında məlumatları Kəbənin içində var idi. Yəni bunlar burada böyük bir mesaj var. Həm din məsələsinə görə ateistlərə və deistlərə, hansı ki dinlərə inanmırlar, və həmçinin Yahudi və xaçpərəstlərə də bir işarədir ki, yəni bu din, yəni İslam dini bunların təsdiqlədiyi peyğəmbərlərin işarələdiyi bir yeri göstərir insanlara. Yəni müsəlmanların bir ibadət etdiyi qibləsi var. Kəbə evi. Kəbə evi Muhammed əleyhissalamdan qabaq vardı. O dünyaya gəlməmişdən hələ qabaq o Kəbə evi var idi və orada İbrahim məqamı deyilən bir şey vardı. Yəni onlar maraqlanmalıdırlar ki, bu İbrahim məqamı nədir? İbrahimin ayaq izi. Yəni o binanı İbrahim peyğəmbər tikib oğlu İsmaillə qaldırıb. Və bu onları düşündürməlidir ki, əgər doğrudan da belədirsə, tarixi məlumatlar araşdırsınlar, tarixdə var bu. Tarixi məlumatlar varsa deməli, bu haqq dindir, bu peyğəmbərlərin sonuncusudur ki, bu İbrahimin dinini təbliğ edir, İbrahimin millətini insanlara çatdırır. Və biz də bilirik ki, müsəlmanlar özlərinə İbrahim milləti deyirlər. Quran-ı Kərimdə də Allah müsəlmanları İbrahim milləti üzrə olduğunu vurğulayır. Burada mesaj həm Yahudilərədir, burada mesaj həm xaçpərəstlərədir, burada mesaj həm dini inkar edən, Allaha inanan deist deyirlər və ya agnostik buna bənzər yəni tayfalara yəni bu məsələlər düşündürücü. Həmçinin ateistlərə deyilən şeyləri hamısını nəzərə alaraq, yəni onları bu məsələlər düşündürməlidir. Ki, yəni bu məsələni deyə bilməzlər ki, hə siz bunu Qurandan götürmüsünüz və ya yox. Yəni Quran gəlməmişdən öncə artıq əlamətlər var idi. Kəbə evi var idi, İbrahim məqamı var idi. İbrahimin hətta şəklin bütünü qoymuşdular. Kəbə evinin içinə ərəblərdə İbrahim barədə məlumat var idi. Ərəblərin içərisində İbrahimin dini ilə Allaha ibadət edənlər vardı və onların içində də elə Məhəmməd peyğəmbərimiz, Allahın salavatı salam olsun, o İbrahim peyğəmbərin yəni dini üzrə Allaha ibadət edirdi. İslam şəriəti gəlməmişdən öncə, həmçinin Əbu Bakır Siddiq onun dinində idi, bütlərə sitayiş etmirdi və həmçinin digər insanlar var idi ki, müşriklərin uydurduğu o bütlərə ibadət etmirdilər. Onlar tək Allaha, İbrahimin milləti üzrə, İbrahimin dini üzrə, tək Allaha, tövhid dini ilə Allahı təsdiq edirlər və bu deyilənləri dediyimiz kimi, yəni yekun olaraq, yəni burada böyük mesajlar var. Ola bilər ki, məlumatlar yəni səthi oldu, amma bilən, başa düşən insanlar üçün yəni burada ipucuları var. İstər Yahudilər, istər xaçpərəstlər olsun, istər dini inkar edən deistlər və ateistlər olsun. Allah hamını xeyrə müvəffəq etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.